Herkese selamlar. Bugün UEFA Şampiyonlar Ligası çerçevesinde keçiriləcək Qarabağ Chelsea maçını World Soccer Championship'te qeydək simülyasiya edəcəyik. Qeyd edim ki, son videomuzda Qarabağın Atletik ile olan qarşılaşmasını da biz World Soccer Championship'te simülyasiya etmişdik və eyni hesab World Soccer Championship'te baş verən hesabla eyni bir hesab qeydə alınmışdı. 3-1 hesabı baş tutmuşdu. Gəlin görək bu dəfə Chelsea ilə oyunda hansı hesab baş tutmuş olacaq və Qarabağ Chelsea maçı başladı. Görək ilk hücumu hansı komanda quracaq. Hər şey öz qaydasında davam edir. Görək klubumuz gol və qollar vura biləcək Chelsea komandasına qarşı oyunda. İlk hücum quran tərəf Londonlulardı, amma onların hücumu elə yaxşı alınmır. Top out çıxır. İlk təhlükə hücum qurmağa çalışır Chelsea komandası, amma onların hücuma yaxşı alınmır. Zubir sarı vərəq aldığını qeyd edək. Qapıcı Matios Kohalski qapısında diqqətli oynayır. 34-cü dəqiqədə Qarabağ komandasının ilk hücum şansı. Matios Silva irəliləyir. Silva topu biraz öndə saxlayır. Silva ötürməsini verir. Leandro Andrade pası Nerman'a. Nerman görək hansı qərar qəbul edəcək. Nerman Axundzadə 1-0 34-cü dəqiqə Qarabağ hesabı açır. Chelsea komandasına qarşı oyunda. İndi Qarabağın ikinci qolu gələ bilər. Abdullah Zubir mükəmməl pas. Nerman Axundzadə topladı. Nerman əlində. Nerman dubl edir Nerman Axundzadə Chelsea'yə qarşı oyunda. İndi Chelsea bu qolların əvvəl çıxmağa çalışır. Onların hücumları təsirli João Pedro fərqi 1'ə endirir. İlk isə 3 qol izləmişik. Qarabağ Chelsea oyunda Tofiq Bəhramov adına Respublika stadionunda. İkinci hissəyə hücumlarla başlayır Chelsea komandası. Görək onların hücumları necə bitəcək. Məntiq sonluqla yekunlaşma qoymur. Kevin Medina və digər müdafiəçilər yaxşı oynayırlar. İlk hissədən sonra Qarabağ 2, Chelsea 1 hesabı davam edir. Chelsea komandasının tezliklər də artır. Onların bu hücumu da bizim üçün yaxşı şəkildə bitir. Görək 3-cü hücum olacaq yoxsa yox. Hələ ki Chelsea komandası hücumlar qurmağa çalışır. Növbət Chelsea hücumu qapısı edə qalır. Matios Kohalski təsir ki João Pedro ikinci gol olur və comeback reallaşır maçda. Hesab 2-2 olur. Dəyişiklik olacaq. Ramil Şerev meydana saldıq. Bununla əlavə meydana salmağa başqa çox bir oyuncumuz alternativimiz çox yoxdur. Sabit elə ki Boltu ata bilirəm. Ona görə Boltu meydana saldım və Mamen də Kevin Medina yerinə müdafiə xəttini gücləndirmək üçün meydana daxil etdim. Hərəkət hesab 2-2-dir. Qarabağ Chelsea maçında Chelsea komandası comeback reallaşdırmaq istəyir. Qapıcı yenə qapıcının səhvi João Pedro edir. Təsir hesabı 3-2-dir. Chelsea komandası 2-0'dan maçı etməyi bacaracaqlar dediyim anda. İndi Marko Yankovic zərbəsi yaxşı alınmır. Zərbəsi hesabı 3 edə bilər Qarabağ komandası, amma Chelsea komandasına qarşı oyunda təəssüf ki comeback reallaşdıran Chelsea komandası 3-2 hesabla qələbəyə sevmiş olur. Və biz artıq bu videonu da burada bitirmiş oluruq. Çempionlar Liqasında Qarabağ komandası 3-2 hesabı ilə Chelsea'yə uduzmuş olur World Soccer Championship'te. Ümid edək ki həqiqətdə bu hesab qeydə alınmaz və Qarabağ komandası qələbə və ya bərabərliyə çıxara bilər. Bu videonun sonuna gəlmiş olduq. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.